öğrencilər üçün ən əziz bayrama yığışmışıq. 31 saylı məktəbin bir A sinifinin əlifba bayramıdır. Əziz birincilər, biz ilk dəfə məktəbə gələndə əli qələm tuta bilməyən, oxumağı, yazmağı bacarmayan, məktəb elm, savad nədir bilməyən uşaqlar idik. Amma indi baxın görək biz nələr bilirik. İstiqlal havasının xoşbəxtlik nəğməsi, gözlərdə yanan ışıq, damarlarda qan olsun. Yelləm bayrağım mənim, gözəl bayrağım mənim, oxu dodağım mənim, alış ocağım mənim, ölməz Əhməd Cavadın Azərbaycan himnini birincilər oxusun, Azərbaycan oxusun. Uşaqlar, gəlin biz kimik altı soğuğu keçirək. Vətənimiz haradır? Azərbaycan! Dilimiz? Azərbaycan dili! Ozanımız? Dədəoğlu! Bəli, biz dünyanın ən qədim və mədəni xalqlarından biririk. Kitabımız? Dədəoğlu! Dinimiz? İslam! Dini kitabımız? Quran-ı Prezidentimiz? İmam-ı Umumilli liderimiz? Uşaqlar, söz sizindir. Geniş ovağımız var, təpəklədi partamız, müəllimi həvəslə, dildəyirik hamımız, birinci ərik biz,
isə əlifba sırasını tapmacalarda səhnəcəyə dəvət edir. İndi isə uşaqlar gəlin əlifbanı O nədir ki, bir anası, 5 balası var, atması uşaqlar. Özü alan 7 tala, para qəlbi qədər, atması uşaqlar. O nədir ki, dəmirdandır, quyruğu kəndindandır, atması uşaqlar. O hansı heyvandır ki, özü güclü, qüvvətli, qulaqları çox iri, xortumu da var onun, atması uşaqlar. O nədir ki, 100 dənlidir, parçadandır, əzizdir. Ona biz and içirik, o lağlı edilməzdir. Heyva kimi sapsarı, nə heyvadır, nə darı. Bir ağacdan dərərəm, ləzzətini görərəm. Açması uşaqlar. Deməyin siz tənbələm, tənbəllərə əncələm. Əlifbamın başında hərfiyəm əmələm. Mən bahardım, mən yazdım, nəğmə çalan bir sazdım. L hərfi oldum bir gün, Loğman sözü yazdım. Nə inciyəm, istəyəm, ancaq boyum bəstəyəm. Hamı məni çox sevir, çünki iyəm, istəyəm. V hərfiyəm, fanaram, günəş kimi yanaram. Bu bayramı hər zaman mən
İlk bələdçim oldun, tutdun əlimdən. Mənə xəbər verdin ana dilimdən. Tarixdən danışdın, dünyanı gəzdin. Dedin ki, hər yerdən əzizdir vətən. Sən bir günəş kimi işıq saçırsan. Bağlı qapıları bizə açırsan. Getmə əziz dostum mənim əlifba. Hər şey qabaqdadır, hara qaçırsan. Hələ çox suallar yoxdur cavablar. Düzülüb sıraya təzə kitablar. Sən olmasan onlar burada görünməz. Heç nə danışmazlar bizə kitablar. Bilirsənmi bizi dost elədir kim? Öz övladı dəki sevən müəllim. Gəl ona bir yerdə çox sağ ol deyək. Kitablar kitabı əlifbam mənim. Uşaqlar gəlin indi oxunu səsləyək. Oxu, oxu, oxu. Əlifba kitabı xəzansız bahar. Üstündən nə bulud, nə də çan keçir. Bütün əməllərə gedən zığırlar bu sadə kitabın içindən keçir. Əlifba kitabı bir illik zaman, bir ildə kamala işıq saçırsan. Ana dilimizin gül bulağından, canlı beyinlərdə işıq saçırsan. Bayramınız mübarək, əlifba bayramınız. Nə yaxşı öyrənmişsiniz, əlifbanı hamınız. Nədir əlifba? Sözlərin nişanəsi, bildiyiniz sözləri yazılı nişanəsi. Əlifbayam, əlifba. Məndə yerin gör, kainatın mənası. Uşaqlar, gəlin oxunu səsləyək. Oxu, oxu, oxu. Salam uşaqlar. Salam. Burada nə axtarırsınız? Oxunu. Cidden oxunu görməmisən. Gördüyüm quldurlar oğulları burada gizlədirlər. Onda gəl sən bizi ora apar. Yox, mən özüm gətirərəm. Siz bir dəqiqə dala çəkin, bir dəqiqə. Siz çəkilin belə qıram. Çəkilin dala. Ora çəkilin bir dəqiqə. Tamam. Salam. Bir dəqiqə. Möhkəm bir salam. Salam. Nə istəyirsən cıqda? Oxu kitabı istəyirəm. Vermirik. Uşaqlar orada bayram getirir, oxu kitabını axtarırlar. Niyə? Biz də quzun hazır, biz də oxumağı, yazmağı öyrənmək istəyirik. Siz əlifbanı oxumasanız, oxumağı, yazmağı bilməyəcəksiniz. Bilərik. Çox kötü, yoxsa səni də... Yox. Çəkdirəm. Biz də bayrama gedirik. Yaxşı, mən sizi bayrama aparıram. Apar da mı? Apar da mı? Çiğdir. Mənə söz verdiyim kimi oxu kitabını gətirdim. İndi özün danış bunlarla. Siz oxu kitabının yoxumamışsınız. Biz də oxumaq istəyirik. Siz məni öyrənməmiş nətər oxuya bilərsiniz? Bilərik. Yox, gəlin siz məni oxuyun, ondan sonra oxunu oxuyasınız. Lazım deyil. Lazım deyil. Yox. Siz məni öyrənməmiş, oxunu oxuya bilməzsiniz. Bilərik. Gəl. Keçir, bilərlər. Çox ərildik, büzüldü, yarpaq düzüldü, 32 ad ilə kitablara düzüldü. Könlüm uçar əlifba, sənə qaçar əlifba, sən bu gönləmizə elimi açar əlifba. Gül çiçək olsun dostlar, xoş istək olsun dostlar,
Əlifba bayramımız mübarək olsun dostlar. Gəlin, görün bu hərflər tanıyırsınız. Yox, tanımırıq. Siz bunları tanımarsınız, oxunu oxuya bilməzsiniz. Biz razıyıq. Siz daha uşaq olmayacaq, uşaqlar. Biz də daha məktəbə gedəcəyik. Uşaqlar, qurdurlara hərfləri öyrədək. Bəli. Uşaqlar, mən işimi başa çatdırdım. İndi sağ olun. Salam uşaqlar. Sağ ol Əlifba. Mən gəldim ki, sənə minnətdarlığımı bildirim. Sən olmasan, uşaqlar məni oxuya bilməyəcəklər. Bundan sonra onlar bütün kitabları oxuya biləcəklər. Hörmətli oxu kitabı. Heç bilirsən nə var? Nə? Mən şagirdlərə hərflərimi öyrətdim. Onlardan bəziləri məni yaxşı öyrənə bilmədilər. Çalış ki, sən onları daha da yaxşı öyrənə biləsən. Yaxşı. İndi isə ana dili haqqında şeirlər dinləyək. Dilini bilməyən dinini, imanını, anasını tanımaz. Mənim dilim. Qalxıb şah dağına söz istəyirəm. Çatsın xəhayım dinləyənlərə. Mən nankör deyirəm, naciz deyirəm. Öz ana dilini bilməyənlərə. Məhəbbətin qucaq-qucaq. Bəşər səndən doymayacaq. Evimizdə sönməz ocağan sən gözlərini. Beyninə girmədi, ana böyütdü, əsilsiz yaşayıb, o küt böyütdü. Görün, haram olsun ananın sütü, öz ana dilinə bilməyənlərə. Bugün ana dilli Azərbaycanam, o taylı, bu taylı, vahid bir canam. Baxır öcək kimi ağ bir səç anam, öz ana dilini bilməyənlərə.
uşağa bənzər. Meydan riyaziyyatlarındır. Salam uşaqlar. Salam. Necəsiniz? Yaxşı. Elə əlifbadan danışırsınız, heç məni yada salmırsınız. Bəyəm mənim birincilərin həyatında rolum yoxdur. Axı elmlərin şahı mənəm. Məni bilməsəniz, hesablamağı, toplamaqları edə bilmərsiniz. Bir deyəndə bir Allah, demə iki var günah. Hər işi başlayanda əzəl gərək bismillah. İki aləndir, iki an ikidəndir. Birisi burada bizə, biri orada həmdən. İki ilə sırdaşam, göl nəbədən qardaşam. Hara baxın, mən yazıq aralıqda atışmışam. Hər ildə 4 fəsil var. Bilirsinizmi uşaqlar? Biri qış, biri yazdır. Sonrası yay, payızdır. Yaxşı bilik var olsun, bilməyənə ar olsun. Söz verək 5 alaq, bir oxuyaq, bir yazaq. 6 cəhətdir, 6 nağıl söhbətdir. Nə yaxşı 6-sı da bu gün bizə qismətdir. İndi 7 yaşım var, daha yekə oğlanam. Məni evdə tək qoyur, işə gedəndə anam. Görün balazın ərcəzini də bağlar verdi, bir də verdi ilə alındı qıdır. O an sədətdir ki, edənlərin başıdır, dördüncüdə oxuyan uşaqların yaşıdır. 0 heçdir, 0 tək, heçdən yaranıb fələk, heçdən yarandığı üçün daha böyükdür desək. İndi bildim ki, riyaziyyatı da çox sevirsiniz. Riyaziyyat həyatdır, insan üçün qanatdır, haqq elmdir hər işdə, o ən doğru isbatdır. Riyaziyyat xasıdır, xas elm butasıdır, 9 rəqəm 1 0, onun əlifbasıdır. Kim öyrənsə düz onu, düz bilər hər qanun. Ey məktəbli dostum, sən yaddan çıxarma bunu. müstəqil Azərbaycanın müstəqil övladlarıyıq. Gələcək bizimlə başlanır. Ölməz prezidentimiz Heydər Əliyev demişdir. Uşaqlar bizim gələcəyimizdir.
Azərbaycan səslənir sənin adın gələndə, bir ehtiram bəslənir sənin adın gələndə, bir millət əzizlənir sənin adın gələndə, bu vətənə, bu xalqa olmuşsan sifər baba, bütün Türk dünyasının babası Heydər baba. Əzizinəm diləncəz, bağda gülü diləncəz, qürbətdə xan olunca, vətənində diləncəz. Ucadan geniş çölsən, coşqun çay, geniş elsən, haylı, haraylı elsən, otsan, ocaqsan vətən, yanar çıraqsan vətən. Min barlı bağça bağsan, bərəkətli torpaqsan, sevgi dolu qudaqsan, İsinirəm sənə vətən, nəğməsən mənə vətən. Göylər saf təmizsən, dağları birdən hissən, əzizlərdən əzizsən, ana boynu vətənsən, ata boynu vətənsən. Günəşi sönməz olan, məsləki dönməz olan, bayrağı enməz olan, gücsən, qürbətsən vətən, namus, qeyrətsən vətən. Azərbaycan ağlanan ölkənin evladısan, doğma ada yurduma, torpağıma bağlısan, mən Azərbaycanlıyam. Gət yabancı sözlərdən dilimi qoruyursan, onun təmizliyini keşiyində durursan, doğma ana dilimə lap ürəkdən bağlıyam, mən Azərbaycanlıyam. Bizlər edilici, biz Azərbaycanlıyıq. Şan şöhrətsən sən mənə, məhəbbətsən sən mənə, dəyanətsən sən mənə, hər məqamda dayağım, ay ulduzlu bayrağım. Sən namussan, sən şərəf, üç solağım, üç hədəf, baxır sənə hər tərəf, al günəşdən sorağım, üç ay ulduzlu bayrağım. Sən vətən nişanısan, o yanı bu yanısan, millətin imanısan, olubsan zirvən dağım, ay ulduzlu bayrağım. Görüm heç enməyəsən, düşmənə yenməyəsən, sənlə yaşar torpağım, ay ulduzlu bayrağım.
Mən oxuyaq. Vətən məni yetişdirib, bu ellere yolladı. Budur bağa kurban deyip Allah ısmarladı. Borcuduna dolmuş dedi, hizmet eyle vətənə. Sürürsə halal olmaz, sen koyarsan düşmənə. Maşiləri, hey! Maşiləri, Azərbaycan əskəri. Dönməz geri, hey! Dönməz geri, Azərbaycan əskəri. Yazdığımız vətəndaşı yorğanımız var olsun. Bu yolda döner olacaq bizə ayrıca al və gözəl hörmət bizə sevimliler, sevimliler, yaman sürər, sürər, daima yetişir. Maşirəli, hey! Maşirəli, Azərbaycan əskəri. Dönməz geri, hey! Dönməz geri, Azərbaycan əskəri. Bizim bayram günümüzdə bizimlə bərabər sevincimizi bölüşməyə xanım müəllimə, Solmaz müəllimə və Gülşən müəllimə də gəlmişlər. Gəlin bir yerdə onları salamlayaq. Əziz xanım müəllimə, siz də bizim kimi məktəbimizə ilk qədəmlərinizi qoymusunuz. Arzu edirəm ki, sizin də, bizim də qədəmlərimiz uğurlu olsun. Hətta bizim başqa bir qonşu qonağımız da var. İbrahim müəllimə səhnə devrilir. Hörmətli valideynlər, müəllimlər, bu gözəl gündə hamımızı xoş gördük. Bu gün doğrudan həm siz valideynlərin, həm də bu körpə bağların həyatında çox əlamətlər bir gündür, yadda qalan bir gündür. Bu gün bizim bu şirin şəkər balalar əlifbanı başa vurublar, onlar indi oxumağı, yazmağı bacarırlar və bu münasibətlə gözəl bir bayram təşkil olunmuşdur. Bu bayramın təşkilində sözsüz ki, siz valideynlərin eyni zamanda həmin siniflərdə işləyən yeganə müəllimin böyük əməyi vardır. İlk növbədə burada hər şey gözəldir. Uşaqların geyimi, onların özləri, çıxışları, bir-birinə olan münasibətləri, intizamları çox gözəl, çox əladır. Burada biz nəticə çıxara bilirik ki, yəni yeganə müəllimə bu ili boşuna keçirməmişdir. Əməyi, zəhməti çox olmuşdur. Siz valideynlərlə birlikdə. Çünki siz olmasanız uşaqlar belə gözəl geyinə bilməzlər. Sizə də mən öz təşəkkürümü bildirəm ki, yəni məktəbə, təlimə, müəllimə marağınız böyükdür. Harda valideynin məktəbə, müəllimə marağı varsa, orada yaxşı nəticə var, orada yaxşı iş vardır. Bugün səhərdən qulaq asırıq uşaqların çıxışına. Həqiqi mənada çox təbi alınır onların çıxışları. Seçimlər çox gözəldir, rəngarəngdir. Tərbiyəvi əhəmiyyəti böyük olan şiirlərdir, mahnılardır. Bütün bunları öyrədən kimdir? Yeganə müəllim. Yeganə müəllim, siz zəhmətiniz böyükdür. Burada ilk növbədə mən onu qeyd etmək istəyirəm ki, uşaqların intizamı çox təbiidir, həddən artıq. Özünüzdə olan bütün müsbət keyfiyyətlər nə var? Bunları qətirə-qətirə uşaqlara aşılamışsınız. Elə bizim istədiyimiz də, valideynlərin də, dövlətimizin də, hamımızın istəyi odur ki, biz insan yetirək, insan tərbiyə edək. Oxumağı, yazmağı onsuz da biləcəklər. Deyir, alim olmaq asandır, amma insan olmaq çətindir. Bax, bu günləri o insanlığın gözəl nümunəsini
pilləsi, ilk pilləsi siz gözəl qoymuşsunuz. Mən gələcək işlərinizdə sizə uğurlar arzulayıram. Onu deyim ki, hörmətli valideynlər, yeganə müəllimə, indi burada xanım müəllimə buradadır, xanım müəllimə təzə gəlibdir. Mən ona da öz içində uğurlar arzu edirəm. Xanım müəllimlə bir yerdə işləmişik, çox həqiqi mənada iş bilən insan adamdır. Onun məqsədi, mərəmi odur ki, demək, o bizim cəmiyyətimizdə olan bəzi negativ hallar var, o aradan qaldırılsın. Gözəl cəmiyyət yaransın, bir-birinə mehribançılıq, səmimiyyət olsun. İş biləndir. İş biləni üzə çıxarandır, onun əməyini qiymətləndirəndir. Mən çox fəxr edirəm ki, bu məktəbə rəhmətli Oqtay müəllimdən sonra xanım müəllim gəlibdir. O yaxşı ənənələri bilirəm, davam etdirəcək sizin köməyinizlə. Ancaq məktəbi həqiqi mənada qorumaq lazımdır. Məktəbin ümumi vəziyyəti, yəni fiziki cəhətdən bunun təmir məsələsi yaxşı səviyyədə deyil. Siz valideynlərdən çox şahsındır. Çünki bu bizim ikinci evimizdir. Əslində baxanda birinci evimizdir. Uşaqlarımız burada elmi öyrənir, tərbiyə alırlar. Və onu qeyd etmək istəyirəm ki, yeganə mənim təkcə bu məktəbin ola bilsin ki, deyirəm ki, yaxşı müəllim yox, şəhərimizin yaxşı müəllimlərindən biridir. Gözəl insandır, mehribandır, qayğıkeşdir. Həmişə axtarış aparır, yenilikləri öyrənir, işinə tətbiq edir. Bax, bir mən bunu gördüm. Gördüm ki, uşaqların çıxışı necə gözəldir. Vallahi istəyirəm ki, birini digərindən fərqləndirəm, mümkün deyil. Siz valideynlər də bu uşaqlar yanın böyük həyəcanla dinləyirdiniz. Çünki ola bilsin ki, bəzi valideynlər üçün ilk övladıdır, ilk məktəbə gedir, ilk çıxışdır, həyəcan keçirsə gözəl necə olacaq? Mən bu hiss edirəm, görürəm. Ona görə nəticə yaxşı alındı, yaxşı çıxış edilər. Mən bunlara uzun ömür, can sağlığı arz edirəm. Arz edirəm, gün o gün olsun, bunlar orta məktəbi yaxşı qutarsınlar, ali məktəbə daxil olsunlar, atalı, analı böyüsünlər, səmamız həmişə açıq olsun. Müharibə sözünü ancaq bunlar sözdə eşitsinlər, onun nə olduğunu görməsinlər. Gün o gün olsun ki, işğal olunmuş torpaqlarımız azad olsun. Bax, belə bayramları orada keçirək. Öpürəm sizin hamınızı, bağırıma basıram, sizin bayramınızı təbrik edirəm. Bayramınız mübarək olsun. Ay gözəl valla, sizin gələcəyimiz valla, mən bunlara baxanda fəxr edirəm ki, gələcəyimiz Allah qoysa parlaq olacaq. Hamımızı ürəkdən təbrik edirəm. Mən xəbərsiz gəlmişəm, mən sizi təbrik edirəm. Heç olmazsa gəlir. Çox sağ olun. Arzu edirəm ki, sizin də, bizim də qədəmlərimiz uğurlu olsun. Bu qayla xanım müəllimə dediniz ki, mən orada eşitdim. Onun üçün qaçdım gəldim ki, uşaqlar məni istəyirlər. Siz hamınızı təbrik edirəm, əziz valideynlər, gözəl balalar. Bu günlərdə bəyadan oturub baxıram, necə gözəlsiniz bu günləri, necə qəşəng giyinmişsiniz bu günləri. Ona görə ki, bugün sizin nə bayramınızdır? Çok güzel. Yazmağı bacarırsınız mı? Bəli. Okumağı bacarırsınız mı? Bəli. Şimdi ben size bir qalın kitab versem okuyabilirsiniz mi? Bəli. Bəs yazabilirsiniz mi? Bəli. Şimdi eve gidenden sonra bir dənə qəşəng vərəq götürürsünüz. Orada ürək sözlərinizi bayramına gidenden sonra yazırsınız ve səhər gətirib hamısını verirsiniz kime? Yeganə müəllim. O da mənə verəcək, mən də oxuyacağım. Görün, sizin təəssüratınız bugün bayramla bağlı necə olur? Danışdıq? Bəli. İndi isə başqa bir şad xəbər verim sizə, hörmətli valideynlər və balalarımız. İnşallah ki, sentyabrda məktəbə gələndə məktəbimizi tanımayacaqsınız. Sözün əsl mənasında. Çünki həm də biraz gecikməyimin səbəbi oldu ki, təmirçi, yəni Erməni 2 şirkəti var, bizim məktəbimizi təmir edəcək. Onların nümayəndələri gəlmişdi və birinci gündən Allah qoysun, məktəb təmirə dayanır inşallah. Və ilk təmir işləri də bu korpusdan başlayır. Çünki o korpusda dərslər hələ davam edir mayın 30-na kimi. Ona görə də əvvəlcə idman zalından, akt zalından başlayacaqlar və doğrusu elə bu xəbərə görə biraz gecikməyimi də üzr hesab edeyim. Mən güman edirəm, siz məni bağışlayarsınız. Hörmətli kimi də qəbul eləməzsiniz. Çünki inandırım siz uşaqlar, mən elə görmək istədim sizin şeir deməyinizi, rəqslərinizi,
çıxışlarınızı. Amma şükür Allah'a ki, belə bir gözəl imkan var. Video çəkilişi var. Hə? O kaseti alacağım, qoyacağım televizorda, baxacağım. Görüm siz burada nə eləmişsiniz? Ən yaxşı kim şeir dedi? Bəs ən yaxşı kim rəqs elədi? Hamısı. Ona görə də bax, mən götürüb baxacağım, görüm indi doğrudan deyilsiniz, yoxsa... Və bir arzum da var, əziz valideynlər. Bu gül balalarının üzərində indi əsirsinizsə, 1-ci, 4-cü sinifə qədər yox, axıra qədər. Çünki 1-ci, 4-cü sinifə qədər məktəbin qabağında əsir-yesir olursunuz, yuxarı çıxdıqca sizi çıraqla axtarıq, su tapmırıq. İnşallah yuxarısında getdikcə, çünki uşağın üzərinin nəzarət, diqqət ondan sonra başlayır. Gənclik dövrü, ilk gənclik dövründə, yenitməlik dövründə. Bunlara indi nə desin? O da olacaq. Bilirsən, tərif kimi qəbul edirlər, istəyirsən, pis kimi qəbul edirlər. Amma yuxarı getdikcə müstəqilləşirlər və bizim nəzarətimizdən yavaş-yavaş çıxa bilirlər, yayına bilirlər. Və güman edirəm ki, Allah qoysa, bizim bax, belə bir görüşlərimiz şad günlərdə olacaq. Uşaqlarımızın xoş xəbərlərini eşitəndə olacaq. Və gün o gün olsun ki, Allah qoysa, buraxılış gecəsində belə yığışarsınız, amma bundan da qəşəng, daha geniş tərkibdə. Və bizim bağlarımız da həkim olmaq istəyən, kosmonavt olmaq istəyən maşələlər qalxırın. Daha nə olmaq istəyirsiniz? Mühəndis olmaq istəyən, məktəbimizi təmin eləmək istəyən, kim istəyir? Hamısı Allah qoysa, bax, onların arzuları Çin olsun inşallah. Sizə olurlar, Yeganə müəlliməni çox istəyin, onun dediklərini yerinə yetirin. 3 ay yayda Allah qoysa. Ne edirik biz? Mütaliə edirik, oxuyuruq, nağıllar oxuyuruq, şeirlər oxuyuruq və sentyabrın gələndə 15-də qaçıb yanına müəllimə hamısını deyirsiniz. Yaxşı? Bəli. Sizə oğurlar, hamınızı öpürəm. Uşaqlar, doğrudan da bu gün mən sizi səhnədə bu vəziyyətdə görəndə sentyabrın 15-i günü yadıma düşdü. Həmin gün valideynlər də, uşaqlar da hamı həyəcan içində idi. Yəqin o günlər hamısı yadınıza düşür. İndi görün bugünkü günümüz hara, o günkü günümüz hara. Bugün bizim balalarımız artıq sərbəst şeirlər deyir, sizdən aralanmayan, əl çəkməyən, anam da yanımda otursun deyən fidan balalarımız indi sərbəst səhnədə sanki aktyordular, sanki rəqqasədirlər. Ona görə də bugünkü günümüzə baxıb, doğrudan İbrahim müəllim dediyi kimi seçiminizi düzgün elədiyinizin bir daha şahid olursunuz ki, seçdiyiniz müəllimə bugün öz balaları ilə öz məharətini bizim bu səhnədə gözəl ifa etdilər. Yeganə müəllimə, İbrahim müəllim yetərincə necə müəllim olduğunu sizə çatdırdı. Çünki dəfələrlə məktəbimizdə olub, açıq dərslərimizdə iştirak edib. Məncə onların bir zavutçu kimi, yəni gündəlik onlarla təmasda olan bir müəllim kimi doğrudan da yeganə müəllimin bugünkü təriflərə layiq olduğunu bir daha təsdiqləyirəm. Sağ olasın. Bu zəhmətin sənin arzu edirəm ki, yerdə qalmasın. Bu 11-ci sinifi qutaranda bu uşaqlar adla biz adətən 11-ci sinifdə oxuyanda, 10-da oxuyanda uşaqlardan soruşuruq, İbtidai sinif müəllimi kim olub? Yəni bunu iki mənada soruşuruq. Bir o mənada soruşuruq ki, yaxşı oxuyubsa təməli yaxşı qoyulub. Zəif oxuyubsa da deyirik görən hansı müəllim düşüb, heyflər olsun ki, bu vəziyyətə düşüb. Buna görə də yeganə müəllimə arzu edirəm ki, necə ki, keçənki buraxılışın kimi, yəni şəhər miqyasında da özünüz gördünüz ki, yeganə müəllimə məktəbimizdə ibtidai sinif müəllimlər içərisində birinci yeri tutan müəllimlərdən biri olubdu. Həmişə də bizim yüksəklərdən gəlsin. Çox sağ ol. Bəlkə deyirlər var ki, öz məktəbimizin məzunları oldu. Ona görə də onların da bugün xanım müəllimə dediyi kimi, İbrahim müəllim dediyi kimi
Heyecan içindədirlər, görək balalarımız necə çıxış edirlər. Amma gözəl çıxış edirlər. Sağ olun. Müəllim sözü hər bir insanın qəlbində yuva salıb. Müəllim biz şagirdlərin ikinci anasıdır. Yazmağı, oxumağı bizə müəllimlərimiz öyrədir. Buna görə də biz müəlliməmizə minnətdarıq. Biz söz veririk ki, onun adına layiq övlad olub, vətənimizi, dövlətimizi, dilimizi, tariximizi qoruyacağıq. Oxumağı, yazmağı bizə sən öyrədirsən. Səhv edəndə pozmağı bizə sən öyrədirsən. Böyüklərə hörməti bizə sən öyrədirsən. Allaha ibadəti bizə sən öyrədirsən. Vətənə məhəbbəti bizə sən öyrədirsən. Zəifə mərhəməti bizə sən öyrədirsən. İnsanlığa xidməti bizə sən öyrədirsən. Zalıma kin nifrəti bizə sən öyrədirsən. Hər işdə cəsarəti bizə sən öyrədirsən. Elmi, hikməti sevmək bizə sən öyrədirsən. Halal, zəhməti sevmək bizə sən öyrədirsən. Şeiri, sənəti sevmək bizə sən öyrədirsən. Saf təbiəti sevmək bizə sən öyrədirsən. Hər məqamda, hər yerdə xalqı, milləti sevmək bizə sən öyrədirsən. Öpüb ana torbağı, onu zalım düşməndən qorumağı gərək. Yenməz bayrağı sevmək bizə sən öyrədirsən. Odu, ocağı sevmək bizə sən öyrədirsən. Keçmişlərə varmağı bizə sən öyrədirsən. Gələcəyi qurmağı bizə sən öyrədirsən. Müxtəsəli nə varsa, nəyi bilməyirik biz. Hamısını bir və bir bizə sən öyrədirsən, əziz müəllimimiz. Ona görə hər zaman minnətdarıq biz sənə. Layiq övlad olaraq sənin öyrətdiyin tək bu yurda, bu vətənə. Hara getsən mənim ilk müəllimim, əziz adam bir düşmən dizimdən. Ana vətən kəlməsini ilk dəfə sən tutaraq yazdırmısan əlimdən. Necə məktəb qurtarsam da əgər mən, yenə ilk müəllim, yenə sən, yenə sən. Mən hörmətlə çəkəcəyəm adını, yaşım ölsə, saçma dən düşsə də. Bizim üstə çox əziyyət çəkirsən. Çox sağ olun uşaqlar. Güllərim, çiçəklərim, halal olsun qoy sizə çəkdiyim əməklərim. Hörmətli valideynlər, burada məni yad eləyən Maarifdən gələn Əziz İbrahim müəllim, çox sağ olun ki, siz bizim üçün bura əziyyət çəkib gəldiniz. Sizə də çox sağ verin xanım müəllimə. Sağ olsun, olmaz müəllimə. Mənim üçün nə deyim sizə, yəni ki, əməyimin nəticəsidir deyək ki. Əziz valideynlər, sizin də bayramınız mübarək. Mənim də bayramım var, sizin də. Hamınız təbrik edin. Anamın dilisən, elimin əlisən. Anamın dilisən, elimin əlisən. Sazımın telisən, əziz müəllim. Sazımın telisən, əziz müəllim.
zero, four, five. 5 0 5 0 5 4 0 2 1 6 7 6 7 6 7 8 9 10 10 8 10 8 10 9 10 9 8 7 6. I have a head, a mouth, and a nose. I have 2 ears, 2 eyes, and 10 toes. I have 2 legs, 2 hands, and 2 arms. These are my body parts. Good night, mother. Good night, father. Kiss your little son. Good night, sister. Good night, brother. Good night, everyone. Food, food, taste food. I like sandwich and apple straw. Food, food, taste food. I don't like orange, but I like you. İngilis dilində mahnıları dinlədik, indi də rus dilində mahnıları dinləyək. Put sekta pudit, sonce put sekta pudit, neba put sekta pudit, mama put sekta puduya. What is nara, miya kara, svetloje başara, rutna moja. Prvi klas, prvi raz, godna zati prinulak, пережили во втором и прощаемся с тобой. Хорошо, ребятам, ведь в родном краю, всей душой мы любим родину свою. Aman girdim üzüme, diken bastı dizime, eğildim çıkartmağa, yar sataştı gözüme. Abla seyranın olam, abla seyranın olam, gelersen kadın alam, gidersen yola sallam. Gelersen kadın alam, gidersen yola sallam. Ben öpse değilim, ben yer bura eğlenmem. Mənə bir qadiməm, vəfasız deyiləm mən. Oğlan heyranın olam, oğlan qurbanın olam. Gələrsən qadan allam, gedərsən yola sallam. Gələrsən qadan allam, gedərsən yola sallam. İndi isə əşizlər səhnəciyik. Gel bunu olsaydı kontrol ederdik. Niye? Geç bitirdik. Atamız gelene kadar ne olur? Ağlayan. Gelene kadar. Ha. Atamız geldi, sesinizi kesin. Bunlar ne yapıyorlar? Ne bileyim sen kalmışsan da ne istediler almışsan. Ben de yemek pişirəm, öz işimizi bilin. Ne yapıyorsun? Sizin dağlı maşını alın, kebapı alın, domuzu alın, balını alın. Buyurayım. Bir şey de be. Ne yapıyorsun? Sizin dağlı maşını alın. Yok. Balını alın. Konfet alın. Pul vereyim. Koy canım. Hazır gider. Hazır gider. Orada eğer bakmışsan. Ben su içeyim
Axar durur, yar ocağım sönməz qoru. Həqiqətin işlək yolu, ana sənin gözlərindir. Məhəbbətin qucaq-qucaq, bəşərsən də qalmayacaq. Evimizdən sönməz ocaq, ana sənin gözlərindir. Ana şirin vətən cənnət, inandığın düz həqiqət. Səndən mənə qaldı cənnət, ana sənin gözlərindir. Əziz ana, can ana, gözəl mehriban, böyütdüksə bizi səndən düşüb saçlarına, ömrümdən gülüş ana, canım ana, gözüm ana, ömrümdən gülüş sana, canım ana, gözüm ana. Baba nəvə səhnəsi, buyurun. Hündürdən danışın. Hündürdən. Bala, tam duranda nədirsən? Təbiətə bağlan. Baba ola sana bir söz soruşur. Sorur. Bu dağ kimindir baba? Havasına sənindir. Sənindir baba. Bu çay kimindir baba? Suyu nə dərindir. O da sənindir baba. Bu meşə kimindir baba? Bala, o da sənindir. Bəs bu, bəs onlar. Oh, nə gözəldir buralar. Rəsmdə gördüyüm hamısı sənindir. Sən bir maymuncu olsan, məni ovaya atar olsan, mən bir qızıl alma olub olsam, sandığa girsən verərsən. Mən bir qızıl alma olub olsam, sandığa girsən verərsən. Sən bir qızıl alma olsan, sandığa girəcək olsan, sən bir qızıl alma olsan, sandığa girəcək olsan, mən bir pası aşar olub balam, sandığı axsan verərsən. Mən bir pası aşar olub balam, sandığı axsan verərsən. Sən bir pası aşar olsan, sandığı axsarlar olsan, sən bir pası aşar olsan, sandığı axsarlar olsan, mən bir bəzək güzəlin olub balam, sandıqdan çıxsan verərsən. Mən bir bəzək güzəlin olub balam, sandıqdan çıxsan verərsən. Sən bir bəzək gəlin olub sandıqdan çıxacaq olsan, sən bir bəzək gəlin olub sandıqdan çıxacaq olsan, mən bir gözəl oğlan olub balam, səni mən alsam verərsən. Mən bir gözəl oğlan olub balam, səni mən alsam verərsən. Sən bir gözəl oğlan olsan, məni alacaq olsan, sən bir gözəl oğlan olsan, məni alacaq olsan, mən bir bəzəkli gəlin olub balam, sandıqdan çıxsam verərsən. Mən bir bəzəkli gəlin olub balam, sandıqdan çıxsam verərsən. Ay uzun saçları kız, ağıllı kulakları, gel əlifba oxuyun, şaşacı görməməli. Bir də görün, aydınsan kula, yoxsa səninlə danışmaram ha. Atamalı mənim üçün gənc bir qələmdə dəftər, kitabımda bax budur, gözəl şəkillər. Ağzını açsan, niyə dinmirsən? Bax ki,
kim dərsini bilməsə, alardan 2. Uşaqlar yaz gəlir. Ona görə də gəlin gülləri səhnəyə dəvət edək. Müdürlər göstərməyəm, qızacaq. Bizim çölün, çəmənin əziz qonağı lalə, nə tel verib gedirsən, yazdan sorağın lalə, gözəldir ləçəklərin, gözüsən çiçəklərin, bizim qızıl səhərin, qızıl bayrağı lalə. Gələn gülən mən, gözəl gülən mən, yaşıl sapaqlı, bir sümbülən mən, gəl saxla ayaq, gəl saxla ayaq, durma gendən bax, gəlsin xoşuna, dərd düşünə tax. Bənövşəyəm, bənövşə, düşmüşəm dilə dişə, məni qızlar oğlanlar, dərib saxarlar döşə, bahar oldum açaram, qarı boranda qaçaram, başqa güllər açanda mən quş olub uçaram. Qızıl gülüncə olur, əvvəlcə gönçə olur, sonra birdən açılır, ondan ətir saçılır, yarpaqlar gözəldir, gözəldir hər çiçəkdir. Ay yoldan ötən oğlan, məni incidən oğlan, neyləmişəm mən sənə, yolunu düz getsənə, gözəllik etməsən, yoxsa ki bilməyirsən, yarpaqlarım incədir, yaram məni incidir, sən məni döymə, döymə, xətrimə dəymə, dəymə. Ay oğlan, sən niyə bu gözəl dillə
qurutusuyam. Pulun var. Var. Pulun var. Var. Pulun var gələrəm. Bilirəm gələrsən. Belə yarımsan. Mən gedərəm oğlana. Onun pulu çox olsun. Dərdiyəmi az olsun. Onun pulu çox olsun. Dərdiyəmi az olsun. Pulun var. Var. Pulun var. Var. Pulun var gələrəm. Bilirəm gələrsən. Belə yarımsan. Ah bilirsən. Ben yanında yaparım. Sizinle söylesin. Kuyruğunu ver atarım. Sizinle söylesin. Nerede senler? Nerede dikey olar? Sende senler. Nerede dikey olar? Pulun var. Var. Pulun var. Tutuzlar var. Pulunlar gələrəm. Sizləm gələrsən. Belə yarımsan. Ah bir yanımsan. Mən gedərəm oğlana. Onun pulu çox olsun. Gəlir. Sen deməmişəm ki, yatanda üstümə öp. Gəlirəm, ağa, gəlirəm. Sen deməmişəm ki, yatanda üstümə öp. Git, ağa, gəlirəm, ağa, gəlirəm. Yola Getdi. Telli. Vay. Uşaqlar, gəlin Bahar qızını səsləyək. Siz məni çoxmu gözlədiniz? Bəli. Baxın, soyuq qışdan sonra yenə də mən gəldim. Sizə ətini çiçəklər, bol meyvələr gətirdim. Bahar gələndə məndə bitərəm göyçəməndə. Bahar gələndə məndə bitərəm göyçəməndə. Mən baharın qızıyam, qızıyam. Köynəyi durmuyam, uçmağa yox qanadım, qızıllarla bir adım. Çölü düzü bəzərəm, əldən ələ gəzərəm, ay gəzərəm, ay gəzərəm. Başımda şalım var, yanağımda xalım var. Başımda şalım var, yanağımda
Məşədi İbrahim səhnəci, buyurun. Şimdi ben Gülnaz Hanım'ın halal adak sıhhatlarının bu yüzünde o yüzünde maraqlıdır. Oğlan, ayaqlan, sen kimsən? Bəs sən kimsən? Ben Gülnaz Hanım'ın halal adaklısı. Mən də Gülnaz xanımın adam. Ben kızın iki adaklısı olur. İndi Gülnaz xanımı çağırıb bilərik kimdir adaqlısı. Gülnaz. Sən bu kişini tanıyırsan? Yok, neden tanımırsam ben masum telefon aldığımda koca değildim. İndi ne oldu? İndi bankrot oldu. Vay, bu ne iştir? Pul getdi, hələ istəyib qız da getdi. Bəs bilmirsən ki, özün qızın boyda qız almışsan, nə başında tüç, nə ağzında diş, nə də cibində pul qalır. Yaxşı ki, başın qalır. İndi isə çörək səhnəci. Sağ verməsi istəyirsin. Gündüzdə. Taxıl bitməz tarlada, torpaq olar buz kimi. Günəşin parçasında dadlı, ləzzətli çörək. Elə çörək verək ki, biz alqışlayaq gərək. Doğru be. Görəsən bu çörəyə bura kim atıb? Ay qız, sən bura atmışsan bu çörəyi. Xeyr. Sən kim atıb bu çörəyi bura? Ayağımı bu çörəyi bura sən atmışsan. Xeyr, mən atmamışam. Kim atıp o da gelsin götürsün. Uşaqlar, siz heç vaxt çörəyi yerə atmayın. Çörək bərəkətdir. Atılmış çörək görsəniz, götürüb, öpür gözünə qoyub, bir qırağa qoyun. Bu xanım səhnəci. Biri var idi, biri yox idi. Bir böcək vardı. O bir gün çıxılıb çölə çıxırdı. Ayağına çıkan baxdı. Dedi, oxluya gedəndə bir dənə fındıq qabıqlar gördü. O fındıq qabıqlarını ayağına geydi. O gedib əl-üzünü yudu, gözünə sürmə çəkdi. Sonra gedib başladı mahnısını oxumağa. Sürmə çəkdim gözümə, düşdüm çölün düzünə. Dost gəzirəm özümə, dost gəl, hardasan, gel, hardasan. Tık, 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 tık. Dost gəl, hardasan, gel, hardasan. Tık, 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 tık. Bu xanım gedib bir dənə çobana rast gəldi. Çoban dedi, Xanım, hara belə? Çərə belə, çürə belə. Sənə nə var hara belə? Özünə dost axtarla. Məndən yaxşı dost. İşte birdən acılandırsam səni. Nə ilə buyarsan məni? Səni salaram son bağlamanın altına. Mürçəm döyərəm. Biz bunun dostluğuna baxaq. bu xanım tez qorxuş qaçdı. Sonra bu xanım başlayıb yenə mahnısını oxudu. Baktım ülkeye, baktım ülkeye, baktım gösteye. Ah güzelim ben, oh güzelim ben. Tık 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 tık. Ah güzelim ben, oh güzelim ben.
Çok güzelim. Hasanın dedik bir dənə sana rast gəldi. Sən dedin. Hara belə, şərə belə, şürə belə. Sənə nə var hara belə, özümə dost tapdım. Məndən yaxşı dost, işsiz, bizdən azırlandırsan səni. Meylə bırak, quyruğuma yağ çəkərəm, yanağıma qan çəkərəm. Mən razı. Onlar dost oldular. Bir gün sən dedin. Stefan, bugün xam şirin toydu. Mən gedirəm yemək gətirməyə tez qayıdacağam. Dəfnə, sən evdə otur, evdən bayra çıxma. Stefanın evdə çıxırıb çölə çıxdı. Göldən su içmək istədi. Sonra gölə batıb boğulurdu. Ay gedən atlı, qolu var atlı, xan evinə gedərsən, civlə bulub yeyərsən, sıçan qulu bəyə deyərsən. Qız xanım, saçı suraya xanım, donu daraya xanım, düşüb dərə çuxuruna, tez özünü çatdır ona. Oradan atlı çəkildi. Ayın ikidir. Ay gedən atlı, quru var atlı, xan evinə gedərsən, cücə xulov yeyərsən, sıçan qulu bəyə deyərsən. Çıxdı xanım, saçı sürəyə xanım, donu daraya xanım, düşüb dərə çuxuruna, tez özünü çatdır ona. Gördük, tuttu xanım düzüb suyu, az qalıb boğulmuş. Əlini mənə bəstərəcək. Yox, yox, mən səndən küstərəcək. Əlini mənə bəstərəcək. Yox, yox, mən səndən küstərəcək. Küstərəcək, küstərəcək. Mən də sənə buyruq göstərəcək. Bir körpə böcəyəm mən, çiçəkdən göçəyəm mən. Dost tapmadım, tapmadım, təkcəyəm, təkcəyəm. Şahsat səhnəciyi buyurun. Ay kızlar, bura gəlin. Gəlin. Oyun oynayaq. Güney. Güney dur.
Kobra dur. Yavaş yavaş kalsın. Git. Gerçekten yok yavaş. O şey. Sesi yavaş yavaş kalsın.
Bakın ben hamısını seçirəm. Bu valideynlər əyləşir. Hamını seçirəm də. Çağırın. Gel. Tebrik ediyorum. Yavaş. Tebrik ediyorum. Tebrik ediyorum. Kim aldı kızım? Arzu. Tebrik ediyorum. Kızlar düşün aşağı. Ali, düş gel buraya. Kızlar kalkın yukarı. Mama biz kalacağız. Kızlar sıkın. Arzu. Uy bak şimdi hiç bilmiyorum. Sevgili, bu seçim sorar.